Özü yeriyən artilleriya qurğuları bilirsiniz nədir? Ruslar buna SAL deyir, biz buna YAQ deyək. Yəni yeriyən artilleriya qurğusu. Və bunun da göstərirəm şəkildə, bax məsələn Su-100-dür bu 2-ci Dünya müharibəsində, Su-152-dir, bu da 2-ci Dünya müharibəsindədir, IMSTA-S-dir, bu da Rusların məşhur artilleriya qurğusudur. Bunlar mobildirlər və istənilən hədəfə atəş aça bilirlər. Həm də nisbətdə ucuz başa gəlir tanka nisbətdə. Və ilk belə qurğular İngiltərədə istehsal olundu. Belə ki, 1-ci Dünya müharibəsində Somme döyüşündə ingilislər Mark 1 tankından istifadə etdilər. Tank piyadalara kömək üçün effektli idi. Amma atəş sistemlərini, artilleriya sistemlərini susturmağa o qədər də bəs eləmirdi. Belə bir vəziyyətdə ingilislər yeni bir yol axtarmağa başladılar və bu yolu Metropolitan Carriage Wagon and Finance şirkətinin bir konstruktoru Mayor Greg təklif elədi. O Mark 1-in platformasına artilleriya qurğusu qoymağı təklif etdi. Və bunu da elədilər. Uzun sınaqlardan sonra 1917-ci ilin iyulunda bu İngiltərənin inventarına girdi. Hardasa 50-yə yaxında belə bir tank düzəltdilər. Daha doğrusu artilleriya qurğusu düzəltdilər. Ancaq ingilislər bundan döyüşdə deyil, daha çox ölüləri daşımaq, yaralıları daşımaq, əskərləri daşımaq üçün istifadə edirdilər. Çünki çox ləng idi və həm də zirehdən də zəif olduğuna görə bunu ancaq arxa cəbhədə istifadə eləməyə məcbur olurdular. Lakin bu bir başlanğıcı qoydu. Adı da bunun gedirdi, Gun Carrier Mark 1 gedirdi. Ruslar da buna həvəs göstərdilər və 1923-cü ildə Tulada Arsenal zavodunda bir özü yeriyən artilleriya qurğusu istehsal olundu ki, buna Arsenal istəyirdilər. Lakin bu o qədər də effektli olmadı ki, sonraki dövrdə 1931-ci ildə Su-14 deyilən artilleriya qurğusunu Ruslar inventara aldılar.